biz kimdən məşvərət almalıyıq? Əgər Nəhcül Bəlağənin hikmətlər bölümünə baxsaz, orada Həzrət Əli əleyhissalam çox yaxşı bunları izah edib ki, kimdən məsləhət və məşvərət etmək lazımdır, kimdən məsləhət almaq, kiminlə məşvərət etmək lazımdır. Həzrət orada buyurur ki, bir paxıl insanla məşvərət eləmə. Ola bilər sənin qəşəng hədəflərin var, ki, bir də paxıl adamla məşvərət eləmsən. Onu istəmirsən inkişaf eləyəsən. Yox, əşi, o sənə çətindir o şükür, nə danışsan, onu eləmək olar. Qoy qulağa, səni yolundan kənara qoydu. Xəsis adamla məşvərət eləmə, xəsisdir bu adam. Qorxur, öz xəstəliyi var. Deyir ki, məsələn, sən deyirsən ki, məsələn, 5000 dollar xərcləyəcəm, bu aparatı alacam, bu işi görəcəm. Qırırlar eləyər, qalarsan. Sən risk eləməlisən də. Necə yəni qırırlar eləyər? O xəsisdir, onunla məşvərət eləmə, səni yoldan qoyacaq. Qorxaq adamla. Qorxaq adamla məşvərət eləmə. Qorxur o. Sən ol, mənlikdir. Sənlikdir. Sən batırarsan falan. Adam minlə sözdür. Mən nə qədər işlər görmüşəm, mən qorxudublar. Batırarsan, batacaq, o işin altından çıxa bilməyəcəksən. İnsan risk eləməlidir.